Deməli, gördüyünüz kimi bu dərman nə üçündür onu sizə izah edeyim. Göyərçinlərinizdə göz sulanmasından əziyyət çəkənlərə paylaşıram. Baxın, videonu bəyənin. Videonu tam etraflı şəkildə YouTube kanalıma qoyacağım inşallah. Gördüyünüz bu dərman biraz bahalı dərmandır, amma quşun gözünə 2 dəfə vur, 2 gün. Səhər axşam 2 dəfə vur, görərsiniz ki, tərtəmiz gözünə 1 qram bir şey qalmır quşun. Deməli, insan aptekində olur, göz damcısıdır bu. Gördüyünüz kimi, göyərçinlərin gözünün içində ağ pendir kimi şey olur. Həmin o pendiri bir damcı tökürsünüz, özü çıxasıdır o. Çıxanda qulaq çöpündən çıxarın. Çıxarandan sonra təzədən yenə gözünə bir damcı damcıladın. Ondan sonra görərsiniz 2 günə bir şey qalmayacaqdır. Bunun tərkibini də oxumuşam. Gözünə qızartıdır, səpkidir, nə bilim, allergiyadır. Bütün hamısına gedir. İnsan üçün də bu, amma göyərçinlərdə çox gözəl effekt verir. Görürəm ki, TikTok səhifəsində çox göyərçinlərinə əziyyət çəkənlər var. Yəni, əziyyət çəkənlər çoxdur. Müalicə eləyə bilmirlər, göz sulantısından çox əziyyət çəkirlər. Dedim, paylaşım dərmanı ətraflı şəkildə. Baxın, videonu bəyənin, xahiş edirəm, qoyun hamı görsün. Gördüyünüz kimi bu dərmandır.